Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ama ba'd. Qarşıda Zilhicce ayı gəlir. O mübarək aylardandır. Zilhicce ayının xüsusən də 10 günü, ilk 10 günü böyük ibadət mövsumudur. Dəyərli müsəlmanlar, Allahın bu ümmətə olan rəhmətindən və lütfündəndir ki, o bu ümmət üçün ibadət vaxtları və mövsümləri təyin etmişdir ki, orada savablar qat-qat artırılır. İnsan ömürlərinin qısalığını əvəzləməsini təmin etmək üçün ömürləri uzun olan keçmiş ümmətlərin savabına çatmaq üçün bir vasitədir. Yəni o insanlar uzun ömür yaşayıblar, iman əhli və ibadət ediblər, savab qazanıblar, amma bu ümmətin ömrü daha qısadır. Amma Allah Taala'nın bu mövsümlər vasitəsilə verdiyi fürsətlərdən yararlanıb onların qazandığı savab qədər biz savab qazana bilirik. Və bu mövsümlərdən biri də, necə dedik, Zilhicce ayının ilk 10 günüdür. İslam ümməti yaxın günlərdə, yəni ibadət mövsümlərindən birini, itaat sahəsində, yarış meydanını və xeyir işlərdə rəqabət günlərini yaşayacaq. Bu Zilhiccənin 10 günüdür, dünyanın ən fəzilətli günləridir. Yəni bu 10 gün dünyanın ən üstün günlərindən biridir. Allahın öz qulları ilə edilən qazanclı bir ticarət mövsümüdür. Necə ki, tacirlər ticarət mövsümü gələndə işçiləri ilə hazırlaşır. Öz anbarlarını mallarla doldurur və mövsümdən ən çox mənfəətlə çıxmaq üçün gecə-gündüz çalışırlar. Bu gələn 10 gündə Allahla qulları arasında edilən qazanclı ticarət mövsümü sayılır. Bu elə bir ticarətdir ki, əsla zərər qəbul etməz. Zilhiccənin 10 günü ilin digər günlərindən üstün olmasının səbəbi ibadətlərin əsaslarının orada cəm olmasıdır. Namaz, zəkat, oruc, həc və digər ibadətlərin hamısı bu 10 gündə bir yerə yığılır. Necə ki, İbn Həcər, Allah ona rəhmət etsin, qeyd etmişdir ki, təqva, xeyir və ihsan əhli üçün mübarək 10 gün yaxınlaşdı. Onlar dünyanın ən fəzilətli günləridir. O günlərdə çalışqan ol və cənnət üçün yarış. Bu İbn Həcərin sözləridir. Deyir, o günlərdə çalışqan ol və cənnət üçün çalış, çünki bu bir fürsətdir. Qısa günlərdir. Onları ibadətlə qarşılayın və tək olan hər kəsin qarşılığını verən Allahın lütfü üçün yarışın, onu qazanın. Dəyərli müsəlmanlar, bu günlərin fəziləti haqqında ayələr, hədislər gəlmişdir. Uca Allah bu günlərin fəziləti haqqında danışmış, hətta onlara and içmişdi. Vəl-fəcr və ləyalin əşr və-şəf'i vəl-vətr. And olsun dan yerinə, and olsun 10 gecəyə, and olsun cütə və təkə. İbn Kəsir, rahiməhullah, Allah ona rəhmət etsin, buyurur ki, bu ayələrin təfsirində belə deyir. Buradakı 10 gecə Zilhiccənin 10 günüdür. Necə ki, bunu İbn Abbas, İbn Zübeyr və başqalar demişlər. İmam Əhmədin rəvayət etdiyi hədisdə Cabir radiyallahu anhu bildirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub. Cüt qurban günüdür, yəni ayın 10'u. Tək isə Arafa günüdür, ayın 9'u. Yəni Zilhiccə ayının 9'u. Hətta bu 10 günün fəziləti haqqında elə bir əzəmətli hədis gəlmişdir ki, orada bütün salih əməllərin əsası bu hədisə söykənir. Buxari İbn Abbasdan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Salih əməlin Allah qatında bu 10 gündəki qədər sevimli olduğu başqa günlər yoxdur. Sahabilər soruşdular. Ey Allahın Rəsulu, hətta Allah yolunda cihad belə. Buyurdu, bəli, hətta cihad da yalnız o kəs müstəsnadır ki, canı və malı ilə çıxır və onlardan heç bir şey ilə geri dönmür. Dariminin rəvayətində belə deyilir. Allah qatında Zilhiccənin 10 günündə edilən xeyir işdən daha təmiz, daha böyük savablı bir əməl yoxdur. Bu hədislərdəki salih əməl ifadəsi bütün salih işləri, həm fərzləri, həm də nafilələri əhatə edir. Fərzləri qorumaq, nafilələri isə çoxaltmaq lazımdır. Çünki Allah qatında ən fəzilətli əməl fərzləri yerinə yetirmək və nafilələri artırmaqdır. İbn Rəcəb, Allah ona rəhmət etsin, demişdir. İbn Abbasın hədisi bu 10 gündə heç bir istisna olmadan bütün salih əməllərin savabının qat-qat artırılmasına dəlalət edir. Yenə demişdir, bu 10 gündə edilən hər bir salih əməl başqa ayların hər hansı 10 günündə edilən əməldən daha üstündür. Bu 10 gün mübarək günlərdir. Ona görə də sahabilər və salih sələflər bu günlərin əhəmiyyətini dərk edərək ondan maksimum istifadə etmiş və biri-biri ilə yarışmışlar. Səid ibn Cübeyr bu 10 gündə elə şiddətli çalışardı ki, az qala heç kəs ona çata bilməzdi. Dəyərli müsəlmanlar, bu 10 gün mübarək və fəzilətli günlərdir. Sürətlə keçib gedir. Onlar sayılı günlər və məlum günlərdir. Xoşbəxt adam odur ki, Allah ona bu günləri salih əməllərlə keçirməyə müvəffəq edib. Məhrumsə o kəsdir ki, Allah onu bu günlərdə xeyir işlərdən məhrum qoyub. Bu günlərdəki namaz,
oruc, sədəqə, zikr və Quran oxumaq başqa vaxtlardakı kimi deyil. Bu günlərdə savab ilin digər günlərindən çox-çox fərqlənir. Bu günlərdə salih əməllər, ən birincisi bilməliyik ki, fərzləri qorumalıyıq. İlk olaraq fərz əməllər qorunmalıdır. Ən birincisi və ən mühüm 5 vaxt namazı vaxtında cəmaatla bacardıqca məsciddə qılmaq lazımdır. Allaha yaxınlaşmaq üçün ən böyük vəsilə fərzlərdir. Yəni Allaha yaxınlıq üçün ən böyük vəsilə ilk olaraq fərzlərdir. Qudsi hədisdə buyurulur ki, qulum mənə ona fərz qıldığım əməllərdən daha sevimli bir şeylə yaxınlaşmaz. Yəni Allah Taala bizə xəbər verib ki, yəni Allah Taalaya ən sevimli olan əməllər onun fərz etdiyi əməllərdir. Namaz, oruc, zəkat, həcc, valideynə itaat, qohumluq əlaqələri, xeyrə dəvət və şər işlərdən çəkindirmək. Bunların hamısı müəyyən məqamda vacibdir. Müəyyən məqamda fərzdir. İçində fərz olanlar da var, içində vacib olanlar da var, müstəhəb olanlar da var. Təbii ki, namaz fərzdir, oruc fərzdir, zəkat fərzdir, həcc fərzdir, valideynə itaat etmək fərzdir, vacibdir və həmçinin qohumluq əlaqələri. Amma bu əməllərin oxşarları da olan nafilə əməllər də var. Yəni fərzləri qoruduqdan sonra biz nafilə əməllərini də unutmamalıyıq ki, bu fürsətdən daha çox yararlanaq. Və həmçinin hədisin davamında deyilir ki, qulum nafilə ibadətlərlə mənə yaxınlaşmaqda davam edər. Nəhayət mən onu sevərəm. Allahın sevgisinin nəticəsi isə budur ki, onu sevdiyim zaman onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən istəsə verərəm, mənə sığınsa qoruyaram. İkinci, oruç tutmaq. Yəni bu günlərdə oruç tutmaq, bu 10 gündə oruç tutmaq tövsiyə olunur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən hədisdə gəlib ki, kim Allah yolunda bir gün oruç tutarsa, Allah onunla cəhənnəm odu arasında 70 illik məsafə qoyar. Peyğəmbərimizin zövcələri rəvayət edirlər ki, o Zilhiccənin 9 gününü oruç tutardı. İmam Nəvəvi bu günlərin orucunun çox müstəhəb olduğunu qeyd edir. Və buyurur ki, əgər hamısını tuta bilmirsinizsə, bir neçə gününü tutun. Əgər onu da edə bilmirsinizsə, Ərafa gününün orucunu əsla qaçırmayın. Onun xüsusi fəziləti var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ərafa gününün orucu ötən ilin və gələn ilin günahlarına kəffarə olar. Müslimdə gəlib hədis. Həmçinin Ərafa günü Allahın qullarının cəhənnəmdən ən çox azad etdiyi və mələklərin qarşısında onlarla fəxr etdiyi bir gündür. Bu günlərdə Quran oxumaq. Bu günlərdə hər hərfinə 10 savab verilən Quranı çox oxumaq lazımdır. Yəni insanın himməsi yüksək olan müsəlman bu 10 gündə Quranı xətm edə bilər. Hətta bir dəfə yox, bir neçə dəfə xətm edə bilər. Və sələflər hər 3 gündən bir Quranı xətm edirdilər bəziləri. Əgər vaxtımızı müəyyən cihazlardan, televizordan və buna bənzər gəzintilərdən yayındırıb Qurana versək, yəni zəruri olmayan işlərdən ayırıb Qurana vaxt versək, bunu rahatlıqla əslində edə bilərik. Təəssüf ki, çoxlarımız bəzən olur ki, ancaq Ramazanda bunu rahatlıqla edirik. Və unutmayaq ki, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dilindən Quran-Kərimdə belə bir ayə var. Və qalə Rasulü ya Rabbi, innə qavmi ittəxədu həzəl Qur'anə məhcura. Peyğəmbər dedi, ey Rəbbim, həqiqətən qövmüm bu Quranı tərk etmişdir. Və dördüncüsü, Allahı zikr etmək. Təsbih, təhlil, yəni la ilahə illallah, subhanallah, elhamdülillah, təkbir. Bunları çoxaltmaq lazımdır. Və fərqi yoxdur hardayıq. İstir maşında olsun, istir yolda olaq, istir oturan yerdə olaq. Allah Taala buyurur ki, ey iman gətirənlər, Allahı çox zikr edin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu 10 gündə təhlili, təhmidi və təkbiri çoxaldın. Yəni, la ilahə illallah deməyi, elhamdülillah deməyi, Allahu Ekber deməyi çoxaldın, subhanallah deməyi çoxaldın. Amma təkbirin növləri var mütləq təkbir. Yəni bu günlərdə var mütləq təkbir. Yəni ayın birindən başlayır. Yəni Zilhiccə ayı girdisə artıq mütləq təkbir başlayır. Və hər zaman və hər yerdə deyilir. İbn Ömər və Əbu Hüreyrə radiyallahu anh, Allah onlardan razı olsun, bazara çıxıb uca səslə təkbir gətirərdi. İnsanlar da onlara qoşulardı. Allahu Ekber deyərdilər, la ilahə illallah, elhamdülillah. Yəni bunu yayardılar insanlar arasında. Bir də var müqəyyət təkbir. Yəni müəyyən bir vaxtla bağlıdır. Bu namazlardan sonra edilən təkbirdir. Bu Arafa günü sübh namazından başlayır. Bayramın 4-cü günü, təşrik günlərinin sonu, əsr namazına qədər davam edir və bunun da sözləri Allahu Ekber, la ilahə illallah, Allahu Ekber, və lillahil həmd.
Həmçinin sədəqə vermək. Sədəqə vermək imanın sübutudur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sədəqə bir bürhandır. O Rəbbin qəzəbini həmçinin söndürür və insanı bəlalardan qoruyur. Bu günlərdə insanların ehtiyacını qarşılamaq, acı doyurmaq, yetimin başını sığallamaq ən böyük yaxınlıqlardan biridir. Və həmçinin dul qadın və ya miskin üçün çalışan kəs, yəni belə əməl edən şəxs sanki gündüzü oruclu, gecəsi isə namazda olan kəs kimidir. Ona görə insanlar həris olmalıdır ki, xüsusən bu günlərdə bu əməlləri yerinə yetirsinlər. Amma salih əməl deyəndə, yəni bu günlərdə təbii ki, bütün salih əməllər Allaha sevimlidir və salih əməl geniş mənası var. Hər şeyi əhatə edir. Burada tövbə, xüsusən dua, qohumluq əlaqəsi, salam vermək, xəstəni ziyarət etmək, qonşuya ehsan etmək, xeyrə dəvət etmək, elm öyrənmək, insanlara kömək etmək, yolda əziyyət verən şeyi götürmək, gülərüz olmaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ən azından heç olmasa, yəni sənin sədəqən qardaşını, yəni müsəlman qardaşını gülər üzlə qarşılamaq, yəni bu sənin sədəqəndir. Həmçinin qəlbi günah işlərdən, günah fikirlərdən uzaq tutmaq, qəzəbi boğmaq və insanları əfv etmək, insanları bağışlamaq. Hansı ki, bu sifətdə Rəbbimizin təriflədiyi bir şeydir, bəyəndiyi bir şeydir. İnsanları buna təşviq etdiyi bir şeydir ki, insanları bağışlayın, əfv edin. İstəmirsiniz ki, Allah da sizi bağışlasın, Allah da sizi əfv etsin. Allah Teala buyurur ki, Rəbbimiz وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ. Rəbbinizin bağışlanmasına və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin. Ali İmran surəsi 130-cu ayə. Həcc etmək. Bəli, həcc etmək də, yəni bu günlərin təbii ki, kim həccə hazırlaşırsa, yəni həcc hamıya qismət olmasa da müəyyən bir insanlara qismət olur həccə getmək. Həcc etmək də bu günlərin ən böyük əməllərindən biridir, təbii ki. Bu 10 günün elə fəzilətinin əsas üstünlüklərindən biri də odur ki, orada böyük ibadət var, həcc ibadəti var. Həcc ibadəti Allahı təkləşdirmək üçün, Allahın tövhidi üçün bəlkə də yəni məşru olmuş Allah tərəfindən insanlara fərz olmuş ən böyük əməllərdən biridir. Yəni həcc özü böyük bir ibadətdir ki, o da namaz kimi Allahı təkləşdirmək üçün, Allahın adını ucaltmaq üçün, la ilahe illallah kəlməsini ucaltmaq üçün, Allahın təkliyini elan etmək üçün böyük bir ibadətlərdən biridir. Və orada necə ki, Arafa günü həcdə olmayanlar oruç tutur, böyük savab qazanır, 2 ilin günahını silməsinə səbəb olur. Eləcə də Arafa günü o ərazidə olan həcdə iştirak edənlər orada o gün bağışlanır. Həcci qəbul olunmuş insanlar o gün cəhənnəmdən azad olurlar orada. Ona görə də bu böyük bir fəzilətdir həcc edənlər üçün. Və bugün edilən ən böyük, bu günlərdə, yəni bu Zilhiccənin 10 günündə o edilən ən böyük əməllərdən biri də həcc ibadətidir ki, yəni bir qism müsəlmanlar orada iştirak edirlər. Yəni Allah Teala kimlərə nəsib eləyirsə, onlara böyük fürsət doğrudan da düşür ki, bu əzəmətli 10 gündə onlar ən böyük ibadət edirlər, ibadətlərdən birini edirlər və digərləri də təbii ki, onun içindədir. Namaz və digər qurban kəsmək və buna bənzər ibadətlər. Dəyərli müsəlmanlar, bu mübarək 10 gündən istifadə edək, bu fürsəti əldən verməyək. Allah bizə bu 10 gündə namazda, orucda, zikirdə və Quran oxumaqda kömək olsun, bizi cəhənnəm əzabından azad etsin, bizi öz razı qaldığı qulları arasına qatsın. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk və selamu aleykum və rahmetullahi və barakatuhu.